Xarı Bülbül Təşkilatının təşəbbüsü ilə Marniulidə Qurban Bayramı münasibəti ilə sağlamlıq imkanları məhdud şəxslərə qurban payı təqdim olunub. Tədbirdə təşkilatın rəhbəri Həmzə Quliyev və təsisçilərdən Rizvan Yusubov çıxış edərək bildiriblər ki, ümumilikdə 200-ə yaxın fiziki məhdudiyyətli şəxsə qurban payı təqdim olunur. Allah qəbul etsin. Buyurun, Allah qəbul eləsin. Görüş zamanı qurbanlıq payı alan şəxslər Xarı Bülbül Təşkilatına, eləcə də bu xeyirxah təşəbbüsdə iştirak edən qurum və təşkilatlara təşəkkürlərini bildiriblər. Mən öncə hər kəsi salamlayıram və cəmi müsəlmanlarımızın Qurban Bayramını təbrik edirəm. Bugün əsas bizim burada yığışıb bir yerə toplaşmağımızın məqsədi elə Qurban Bayramı münasibəti ilədir. Qurban Bayramı bizim müsəlmanlarımızın ən əziz, dəyərli, müqəddəs bayramıdır. Və bu bayram münasibəti ilə də bugün bu yığışan bütün hər kəsi mən həm öz adımdan, həm təşkilatımızın adından təbrik edirəm, can sağlığı, uğurlar arzu edirəm. Biz bir təşkilat olaraq həmişə hər zaman ehtiyacı olan az təminatlı, xüsusən də sağlamlıq imkanları məhdud vətəndaşları dəstək olmağa çalışırıq və olacaqıq da. Bizim bugünkü bu Qurban Bayramı münasibəti ilə də həmişə hər zaman olduğu kimi Gürcüstan Müsəlmanlar İcmasının şeyxi, hörmətli Hacı Faiq bəyə və icmanın bütün nümayəndələrinə göstərdikləri xüsusi diqqət və qayğıya görə həm öz adımdan, həm bu iştirakçılar, ehtiyacı olan ailələr adından dərin təşəkkürümüzü bildiririk, çox sağ olsunlar deyirik. Hacı Faiq bəy 120 ailəyi sevindirdi, ehtiyacı olan ailələri. Həmçinin Marniol rayonumuzun meri Kənan Ömərov və müftinin sədri Etibar bəyə də təşəkkür edirik. Bir neçə ailələri də, ehtiyacı olan ailələri də onlar sevindirdi.